15-ci fəsil. Renat Tamaranın nömrəsini yığdı və xeyli gözləməli oldu. Nəhayət köməkçisinin yuxulu səsi eşidildi. Şəripov gülümsədi. Bu neçə ay ərzində ilk dəfə idi ki, onu belə bir vəziyyətdə tuturdu. Günün istənilən vaxtında Tamaraya zəng etmək olardı. Qadın həmişə elə gümrah səslə cavab verirdi ki, elə bil məhz həmin dəqiqədə onun zəngini gözləyirdi. Sizə eşidirəm, Tamara boğuq səslə dedi. Sabahın xeyir, vəziyyət dəyişib. Mən qərar aldım ki, Kiyevə gedim. Uçuş saat neçədədir? Necə dediniz? Görünür katibə doğrudan da heç nə anlamamışdı. Biz bugün Kiyevə gedirik. Renat səbirlə təkrarladı. Uçuş saat neçədə olmalı idi? Gündüz saat 1-də. Tamara təəccüblə cavab verdi. Nə olub? Mən saat yarım əvvəl Yosif Borisovicə zəng edib bildirmişəm ki, heç yerə getmirik. Biletləri də qaytarmışam. Nahaq yerə. Zəng elə və bugünkü Kiyev reisinə bilet al. Kassada bilet olmaya da bilər. Tamara donquldandı. Deyəsən hələ də yuxulu idi. Renat Raviliyeviç, axı nə baş verir? Nə oldu ki, birdən-birə getmək qərarına gəldiniz? NTV kanalının xəbərlərinə bax. Onda başa düşərsən. Renat ona məsləhət gördü. Orada daim mənim barəmdə danışırlar. Bugün Kiyevə getməyib, Moskvada qalsam, hamı fikirləşəcək ki, həqiqətən də mənim böyük problemlərim ortaya çıxıb. Təcili olaraq getmək lazımdır. Yoxsa daha pis xəbərlər verəcəklər. Aydındır. Bəs onlara məlumatları kim verib? Milisdən xəbər veriblər. Əvvəlcə bizim əməkdaşımızın da iştirak etdiyi yol qəzası. Sonra da Tələt və o alçaq Dilanov xəstəxanaya düşdü. Məlum olub ki, yanmış maşın ona məxsus imiş. Hansı maşın? Tamara heç nə anlamadı. Bu vacib deyil. Renat fikirləşdi ki, istintaqa aparan müstəntiq də bunu asanlıqla dolaşdırıb ifşa edə bilər. Doğrudan da getmək lazımdır. Biz bugün gedirik. Renat etiraz qəbul etməyə səslə bildirdi. Bugün saat 1-də təyyarəyə çatmaq üçün saat neçədə evdən çıxmalıyıq? Bilet ala bilsəm təxminən saat 11-də. Uçuşdan heç olmazsa 1 saat əvvəl hava limanında olmaq lazımdır. Deməli, saat 11-də mühafizəçilərə və o biri adamlara da xəbər ver. Yosif Borisovicə də deməyi unutma. Papovaya zəng elə və de ki, bugünkü istirahəti ləğv edirəm. Qoy saat 9-da, yox, saat 10-da hamı iş başında olsun. Səni isə saat 11-də evimdə gözləyirəm. Buradan hava limanına gedərik. Yaxşı, hamısını eləyərəm. Tamara cavab verdi. Tələt bizimlə gedə bilməyəcək. Bəs onun yerinə kim olacaq? Əlbəttə ki, Anzor. Dünənki qəzadan sonra Pavel də özümüzlə apara bilmərik. Nə lazımdırsa edərik. Ancaq mən yenə də nə baş verdiyini başa düşmürəm. Bəlkə izah edəsiniz? Yox, Renat Dimanın üzünə baxdı. Telefonda demək istəmirəm. Kiyevə getdiyimiz zaman təyyarədə danışaram. Vəssalam. Daha sual vermə. Kiyevdəki ortaqlarımıza bildirsinlər ki, sənədlərin imzalanması nəzərdə tutulduğu kimi bugün saat 4-də baş tutacaq. Oyan və işləməyə başla. Mən artıq oyanmışam. Tamara donquldandı. Renat danışığı bitirdi. Bu gecəni heç vaxt unutmayacaqdı. Bu, döyülmüş İnnanın azınacaqlı görünüşündən sarsıldığına görə deyildi. Renat adi insanlarla cinayətkarları fərqləndirən sərhəddə keçmiş, qətl törətmişdi. Onsuz da o quldur 2 güllə yarasından və çoxlu qan itirməkdən öləcəkdi. Fikri ilə özünü istənilən qədər sakitləşdirmək olardı. Ancaq qulduru maşına qoyanda hələ də sağ idi. Renat onu şuurlu şəkildə yandırmışdı. O, İnnanın necə döyüldüyünü yadına salanda var gücü ilə bağırmaq və ətrafdakı hər şeyi vurub dağıtmaq istəyirdi. Əlinə yenə belə bir imkan düşsəydi, həmin qulduru 100 dəfə də yandırardı. Get biraz dincəl. Dima ona təklif etdi. Bugün sənin üçün çox çətin olub. Gecə də çox ağır keçib. Yox, yaxşısı budur, həkim çağıraq. Mən İnnanın vəziyyətini bilməsəm, heç yerə gedən deyiləm. O yaxşıdır. Yatırsa demək hər şey qaydasındadır. Gəl, hər halda həkim çağıraq. Renat tutqun halda dedi. Saat 8-də işləyir. Mənim hələ xeyli işim var. Yox, Tamaraya zəng etsən yaxşıdır. De ki, İnna üçün yaxşı bir həkim tapsın. Həm də nəzərə al ki, sən bugün burada qalmalı olacaqsan.
Mən Lidaya zəng edib tapşıraram ki, gəlib sizin üçün səhər yeməyi hazırlasın. Nahar və şam yeməyini restorandan sifariş edə bilərsiniz. Heç yerə getmə və qızı tək qoyma. Çalış ki, o televizora baxmasın. Xüsusilə də xəbərlərə. Onun bu gecə baş verən dəhşətli hadisələrdən xəbər olmasa yaxşıdır. Olmayacaq. Dima onu sakitləşdirdi. Mən hər şeyi qaydasında edəcəyəm. Narahat olma. Mənim səndən başqa heç kimim yoxdur, Renat dedi. Mən daha keçmiş arvadıma da etibar edə bilmərəm. Onun qohumu məni öldürməyə çalışırdı. Heç kimə inana bilmərəm. Ona görə də Dima, səni burada saxlayacağam. Ümumiyyətlə, mən nahaq yerə vaxt itirmişəm. Elə bugün mağazaya gedib ikimiz üçün də nişan üzükləri alacağam. Uzatmaq lazım deyil. Evlənsək yaxşıdır. Onsuz da mən İnnadan yaxşısını tapa bilməyəcəyəm. Heç axtarmaq da istəmirəm. Mən onu sevirəm. Səni nəzərə almasaq, bu ətrafımda olanların arasında yeganə adamdır ki, Renat Şəripovun pulunu yox, özünü istəyir. Bunu çoxdan etmək lazım idi. Dima sevindi. Siz bir-birinizlə çox yaxşı tutarsınız. Mən də bəyin şahidi olaram. Çox gözəl bir toy edərik. Sonra isə sənin uşaqlarına dayəlik edərəm. Mütləq, Renat gülümsədi. Mənim şahidim sən olacaqsan. Söz verirəm. O pilləkənə tərəf gedib yataq otaqlarının yerləşdiyi ikinci mərtəbəyə çıxdı. Dima isə Tamaraya zəng etmək üçün telefonu əlinə aldı. Renat fikirləşdi ki, bu gecə quldurlarla çətin qarşı durmada ona kömək edərək oyaq qalan hər kəsə xüsusi mükafat vermək lazımdır. Yanan maşını xatırladıqda yenə burnuna kəskin yanıq qoxusu gəldi. Bir də yanan insan bədəninin qoxusu. Bu qoxu heç vaxt onun yadından çıxmayacaqdı. Dima daim onunla olacaqdı. Bu gecə törətdiyi qətlin cəzası idi. Renat dəhlizdən keçərək İnnanın özü üçün seçdiyi yataq otağına girdi. Qız ədəb gözləyərək onun yataq otağında yatmamışdı. Hərçənd İnnanın yataq otaqlarından hansının Renata aid olduğunu bilməsi mümkün değildi. Burada 3 böyük yataq otağı, onların hamısında 2 nəfərlik iri çarpayı və hər birinin yanında genişliyi ilə adamı heyrətə gətirən ayrıca vanna otaqları vardı. Renat bu mənzilə ilk dəfə gəldiyi zaman necə heyrətləndiyini hələ də unutmamışdı. İkinci mərtəbədə yerləşən yataq otaqlarının hamısının geniş pəncərələri vardı və yataqdan qalxmadan şəhərin ecazkar mənzərəsinə tamaşa etmək mümkün idi. İnna özü də bilmədən Qulfenkonun xanımı üçün nəzərdə tutulmuş yataq otağını seçmişdi. Renat özünü turşutdu. Yaxşı olardı ki, o qadının başına gələnləri xatırlamasın. O ehtiyatla qapını açdı. İnna yumaq kimi büzüşərək yatmışdı. Onun üzündə incidilmiş uşaqlara xas ifadə vardı. Şəripov yaxına getdi. Sırıntılara və qançalara baxdı. Dima onlara sərgi ilə yod çəkmişdi. Balışın üstünə də yod sürtülmüşdü. Zərər yoxdur, amma mütləq həkim çağırmaq, İnnanı müayinə etdirmək lazım idi. Yazıq qız, gör başına nələr gəlib. İnna qımıldandı və otaqda kənar adamın olduğunu hiss edərək dərhal gözünü açdı. Baxışlarında qorxu və dəhşət vardı. Yəqin ki, Qarabasanlar hələ uzun müddət ona əzab verəcəkdi. Burada kim var? Qız hətta Renatı dərhal tanıya da bilmədi və diksinərək geriyə çəkildi. Sonra isə sakitləşdi. Sənsən? Nə yaxşı ki, mən buradayım. Özünü necə hiss edirsən? Renat ona tərəf əyildi. Hər yerim ağrıyır. Qız şikayətləndi. Amma yatmaq istəyirəm. Yat. Şəripov yavaşca onun saçlarından öpdü və bu zaman başında daha bir qançar olduğunu gördü. Bunu heç zaman Simyona bağışlamayacaqdı. Ömrünün sonuna qədər. İnna onun əlindən yapışdı və dərhal da yuxuya getdi. Ötən gecənin gərginliyi öz təsirini göstərirdi. Renat əlini çəkməyə ehtiyat edərək uzun müddət onun yanında oturub qaldı. Sonra yavaşca əlini çəkdi. Yorğanı düzəltdi və qapıya tərəf getdi. Dilanov uzun müddət müalicə olunacaq. Renat yataq otağından çıxıb düşünməyə başladı. Daha heç yerə qaça bilməyəcək. Susmağa məcburdur. Əks halda uzun müddət həbsdə qalmalı olacaq. Üstəlik, başqa məlumatlar da üzə çıxa bilər. Yəqin ki, o öz sifarişləri ilə bu cür sifarişləri ilk dəfə qəbul etmir. Adamlarının necə hazırlıqlı olduğunu nəzərə alanda aydın olur ki,
Hər şeyi kifayət qədər dəqiq fikirləşiblər. Dövlət və adamları olmasaydı, indi meydim Moskva morglarından birində idi. Şəripov öz yataq otağına keçdi. İşığı yandırıb olduqca geniş olan otağa göz gəzdirdi. Buranın uzunluğu 70 metr olardı. Bu cür yataq otağı onun nəyinə lazımdır? Renat pəncərəyə yaxınlaşaraq oradan görünən mənzərəyə, böyük şəhərin bir parçasına tamaşa etdi. Artıq səhər açılmışdı və milyonlarla mənzildə insanlar işə getməyə hazırlaşırdı. Uşaqları məktəbə, tələbələri instituta yola saldırdılar. Kimisi metro ilə, kimisi avtobus, yaxud trolleybus, kimisi də öz şəxsi maşınında gedəcəkdi. Bugün milyonlarla insan çörək pulunu öz zəhməti, istedadı sayəsində öz vaxtını sərf edərək qazanacaqdı. O isə düz 35 milyon dollar dəyərində olan çox böyük səhm payını Vladimir Arkadyeviçin qohumlarına təhvil vermək üçün Kiyevə gedəcəkdi. İnsan öz zəhməti ilə bu cür sərvəti 1000 ildə də qazana bilməz. Belə çıxır ki, Renat Şəripov indi işə getməyə hazırlaşan bu milyonlarla insanı istər-istəməz qarət edir. Pul havadan yaranmır. Pulun yaranması üçün hansısa bir məhsulu istehsal etmək, onu müəyyən bir qiymətə satmaq və gəlir əldə etmək lazımdır. Böyük gəliri nəyin hesabına əldə etmək olar? Adi insanların maaşından kəsərək onları soymaqla, hamıya məxsus olan amma adi insanların heç bir qazanc götürmədiyi təbii ehtiyatları talamaqla, səhmlərin qiymətinin suyuni şəkildə artırılması ilə, həmin səhmlər üçün ödəniləcək məbləğin yenə də konkret olaraq hansısa adamlardan alınması ilə. Beləcə qapalı bir dairə yaranır. Hamı anlayır ki, birinin milyardları varsa, digəri isə heç nəyə sahib deyilsə, demək, birincisi sadəcə olaraq ikincinin əməyinin bəhrəsini mənimsəyir. İnsan cəmiyyəti daha qədim zamanlardan bu məntiqlə qurulub. Ən güclü olan, ən zəif olanın əlindən əti, sümüyü, dərini qoparıb, qul sahibi öz qulunun əməyinin bəhrəsini mənimsəyib. Mülkədar kəndlinin məhsulunu özünə götürüb. Kapitalist öz fəhlələrini soyub. Hətta sosialist cəmiyyətində də həqiqi bərabərlik yox idi. Çünki adi insanların əməyinin nəticəsini məmur aparatı mənimsəyirdi. Ancaq ədalət naminə demək lazımdır ki, həmin cəmiyyət bir çox filosof və mütəfəkkirin arzuladığı insan ideyalarına ən yaxın olan bir quruluş idi. Renat pəncərədən aralandı. O əvvəllər bu cür məsələlər barəsində fikirləşməzdi. Daim maaş alana qədər hardansa pul tapmaq, növbəti məqaləni təhvil vermək, ayın sonuna dək dolana bilmək üçün tanışlardan 100-200 rubl borc almaq lazım gəlirdi. Çətin, amma maraqlı idi. İndi bütün bu qayğılar ona gülməli və mənasız görünürdü. Maddi imkanla birlikdə ortaya çıxan qayğılar isə başqa qəbildən idi. Onu bir neçə dəfə öldürməyə cəhd etmişdilər. Artıq Renat Şəripov sakit halda küçədə addımlaya, metro ilə gedə, xoşuna gələn qızla mühafizəçilərinin nəzarətindən kənar bir yerdə görüşə bilməzdi. İndi o, insan alçaqlığının və murdarlığının nə olduğunu anlayırdı. Pulun dağıdıcı gücünü dərk edirdi. Bilirdi ki, dünyada sədaqət, sevgi, dostluq və xoşbəxtlikdən başqa hər şeyi pulla satın almaq mümkündür. Nəhayət, ötən gecə vardı. Ötən gecə o sevdiyi qadını döyülmüş, işgəncə verilmiş vəziyyətdə görmüş, onu quldurların əlindən zorla xilas etmişdi. Və ötən gecə Renat ömründə birinci dəfə adam öldürmüşdü. Böyük pullar insanı mərhəmətsiz və qəddar edir. Yox deməyi, ehtiyacı olanları rədd etməyi, insanların izdirab və ağrısına biganə qalmağı bacarmaq, hissiz maşına çevrilmək lazım gəlir. Əks təqdirdə böyük sərvət toplamaq və bu naqis dünyanı yenidən qurmağa çalışmaq mümkün deyil. Pulun çoxluğundan bədbəxt olmaq, pulsuzluqdan bədbəxt olmaqdan yaxşıdır, deyə Renat fikirləşdi. Deyəsən, hamı belə hesab edir. Ancaq pulu öz zəhmətinlə qazanmalısan. Onun dayısı kimi bir adamdan miras almamalısan. Ümumiyyətlə, miras olaraq aldığı pulların hamısı haram yolla qazanılmışdı. Renat da bunu hamıdan yaxşı bilirdi. Şəripov əynini dəyişərək aşağıya düşdü.
Dima artıq danışıb qurtarmışdı. Lida bir saatdan sonra gələcək, o bildirdi. O da sənin mühafizəçilərinə bağlı hadisələri xəbərlər proqramından eşidib və çox narahatdır. Tamara biletləri ala bilib. Ancaq saat 11-in yarısında 2 mühafizə əməkdaşı ilə birlikdə burada olacaq. Tamara da onunla gələcək. Yol üstü Yosif Borisovic'i də götürəcəksiniz. Həkim isə saat 9 üçün gələcək. Tamara bizim üçün mütəxəssislərin ən yaxşısını, həm də birini yox, ikisini tapıb. Cərrah və terapevt. Onlar birlikdə gələcəklər. Deyəsən hamısını dedim. Sağ ol. Renat təşəkkür edib divanda əyləşdi. Mən hələ Simyonun da yanına getmək istəyirəm. Axı sən ona nə deyəcəksən? Dima yerində qucalandı. Vurub sifətini əzişdirəcəksən? Bilmirəm. Renat dürüst cavab verdi. Mən heç bilmirəm ki, nə edim. Bəlkə də eləcə gözünün içinə baxacağam. Bilmirəm. Bəlkə də özümü saxlaya bilməyəcəyim. Onu əməlli başlı döyüb yarımcan edəcəyim. Bəs bu haqda Lizaya nə deyəcəyim? Mən əminəm ki, onun heç nədən də xəbəri yoxdur. Nə qədər ağılsız və dəlisov olsa da, o heç vaxt öz uşağının atasını öldürmək istəməz. Heç vaxt. Ona görə də mən nə fikirləşəcəyimi bilmirdim. Aydınlaşdırma bilmirdim ki, mənə bu dərəcədə nifrət edən adam kim ola bilər? Simyon mənə həmişə nifrət edib. Biz Liza ilə görüşəndə də məndən acığı gəlirdi. Fikirləşirdi ki, mən onun tayı deyiləm. Əsli köklü olmayan lüt jurnalist. O mənim barəmdə gəlmə olduğuma görə həmişə belə deyirdi. Mənim hansısa Tumtarakandan Rusiyanın cənub-qərbində qədim şəhər. Burada uzaq Ucqaryeş. Yox, Kiyevdən gəldiyim onu az maraqlandırırdı. Simyon bizim evliliyimizə mane olmaq üçün əlindən gələni edirdi. Lizaya başa salırdı ki, mənimlə yaşamaq çox çətin olacaq. Bizim toyumuza isə elə narazı sifətlə gəlmişdi ki, gəlməsəydi ondan yaxşı idi. Arvadı isə heç gəlməmişdi. O qadının fikrincə biz onun mənsub olduğu sosial təbəqədən qat-qat aşağıda dayanırdıq. Bütün evli olduğumuz müddətdə Liza cəmi 2 ya da 3 dəfə onların evində olmuşdu. Həmişə də tək getmişdi. Onlar məni qəsdən dəvət etmir, özləri də bizə gəlmirdilər. Amma mən incimirdim. Əksinə onların murdar sifətlərini görməyəcəyimə görə sevinirdim. Mən miras alandan sonra isə Simyon dərhal dəyişdi. Yarınmağa, yaltaqlanmağa çalışdı. Tez-tez mənə özünün xeyir götürəcəyi müxtəlif layihələr təklif etməyə başladı. Axırda dözə bilmədim və onu sadəcə olaraq qovdum. Görürsənmi, nəticəsi necə oldu? Onun sifəti daha konkret şəkil alıb. Hətta məni o dünyaya göndərmək üçün pul da tapa bilib. Bu pulun onun üçün necə böyük məbləğ olduğunu yaxşı təsəvvür edirəm. Məbləğin $50,000 artıq ödəyib. Hələ $75,000 də verəcəkmiş. Yəqin fikirləşib ki, onsuz da gələcəkdə pulun əvəzini götürəcək. Əmin imiş ki, mənim mirasım qızıma çatdıqdan sonra sərvətimi istədiyi kimi idarə edəcək. Axı Lizanın belə işlərdən başı çıxmır. İt oğlu. O yumruğunu sıxdı. Sən də mənə həmişə əzlaf oliqarxlardan danışırsan. Bax, Simyon oliqarx deyil, adi adamdır. Dilənçi və bomş. Olmasa da hər halda milyoner də deyil. Orta təbəqənin adi nümayəndəsidir. Amma sən ondakı nifrətə bax. Həm də fikir verirsənmi? Ondan sosial cəhətdən və mülkiyyət baxımından aşağıda olanda da məni sevmirdi. Ondan xeyli yüksəkdə olanda isə mənə daha artıq nifrət etməyə başladı. Belə axmaq bir paradoks yaranır. Nə etsəm də o məni qəbul etmək istəmir. Əgər onun şəriki olsaydım və onunla əlbir olaraq işləməyə başlasaydım, yəqin ki, yenə də bir gün məni öz əlləri ilə boğardı. Sən orada görünməsən yaxşıdır. Dima bildirdi. Sənin qohumcuğazının yanına mən özüm gedərəm. Sir-sifətini də yaxşıca bəzləyərəm.
Buna görə mənə kiçik xuliqanlıq kimi 15 sutka verəcəklər. Amma əvəzində mən onu əməlli başlı döyəcəyim. Lazım deyil. Renat razılaşmadı. Mən səni tanıyıram. Özündən çıxıb elə döyəcəksən ki, onun ya qolunu ya da ayağını sındıracaqsan. Onda sənə 15 sutka yox, 5 il verəcəklər. Mən isə sənsiz qala bilmərəm. Ona görə də burada otur və İnnanın qayğısına qal. Mən o alçağın dərsini özüm verəcəyim. Bax, həmişə belə olur. Dima qısa və güclü qollarını illətdi. Bir şeydən həzz almağa çalışırsan. O dəqiqə səni bundan məhrum edirlər. Mən onu çox ehtiyatla döyərdim ki, heç bir iz qalmasın. Həm də çalışardım ki, şahid olmasın. Yox, Renat təkrarladı. Bu mənim işimdir. Mən Kiyevdən gecə reysi ilə qayıtmağa çalışacağım. Hamısını bir günün içində həll edərik. Bütün lazımi sənədlərə qol çəkərəm və dərhal geri qayıdaram. Yuxarıda başqa yataq otağı da var. Orada qala bilərsən. Lida da sizə kömək edər. Yaxşı deyil. Dima fikirləşib qərara gəldi. Mən gecə burada qalmayacağam. Lida'dan xahiş edəcəyim ki, İnnanın yanında qalsın. Axşam sənin qoçlarından da ikisini çağıracağım. Qoy evin qabağında otursunlar. Özüm isə gecə evə gedəcəyəm. Mən burada qala bilmərəm. Ayıbdır. İnna gəncdir, gözəldir. Mən isə gömbul, yöndəmsiz kişi. Qonşu otaqda bərkdən xorulayaram. O da özünü çox narahat hiss edir. Sən necə də incə ruhlu və həssas imişsən. Renat gülümsədi. Yaxşı, istədiyin kimi elə. Əsas odur ki, İnna tək qalmasın. Bəlkə onun bacısına zəng edib bura çağırasan. Yox, lazım deyil. Yəqin ki, İnna qohumlarının, tanışlarının onu belə vəziyyətdə görməsini istəməz. Yox. Heç kimə zəng vurma. İnna oyanandan sonra özü istədiyi kimi edər. Belə yaxşıdır. Son.